Bu gündən Biletim Az portalından onlayn bilet alan sərnişinlər üçün yenilik tətbiq edilir. Belə ki, artıq portalda bank kartı məlumatlarını daxil etmədən Apple Pay və Google Pay-dən istifadə edərək ödəniş etmək imkanı yaradılıb. Qlobal Az xəbər verir ki, bu barədə Ayna məlumat yayıb. Bildirilib ki, Biletim Az portalında 56 şəhər və rayona 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 349 reys olmaqla 397 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək. Qeyd edək ki, Biletim Az portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada Biletim Az portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.